Sümük sağlamlığımız üçün ən vacib məsələ doğru düzgün qidalanma, aktiv fiziki fəaliyyət, bədən çəkisinin ideal şəkillərdə olmasıdır. Sümüklər endokrin orqandır. Osteoporoz səssiz bir xəstəlikdir. Osteoporoz xəstəliyi sınıqlar olana qədər şikayət vermədən irəliləyir və kişilərdən 3 dəfə çox rast gəlinir. Postmenopozda girmiş qadınlara. Demək olar ki, 2 qadından birində osteoporoz xəstəliyi vardır. Amma bunda sınıqlar baş verənə qədər səssiz davam edir. Osteoporoz olmayaq deyə və ya daha irəli yaşlarda bunun remissiyanı əldə etməkdən ötəri doğru düzgün qidalanmanın ana şərti günəşlənməkdir. Davamlı D vitamininin qəbuludur. Doğru düzgün qidalanmada kalsiumla zəngin qidalar ön planda olmalıdır. Qatıq, süd, yumurta, pendir, ayran bu kimi qidalar çox istifadə olunmalıdır, hansı ki bizim ölkəmizdə orqanik şəkildə bunları tapmaq mümkündür. Aktiv fiziki fəaliyyət çox vacibdir. Əzələ gücləndirici hərəkət, irəli yaşlarda piyada gəzmək və yaxud da üzmək, başqa bir velosiped, sümük sağlamlığına çox müsbət təsir edən faktorlardır. Yəni qapalı geyim tərzinə malik, günəşlənməyə vaxt olmayan insanlar isə, xüsusən menopozda girmiş qadınlar isə davamlı vitamin D qəbul edərək sümük sağlamlığını qoruya bilərlər.